Deyirəm ki, qiyməti nə olursa olsun, bitən kimi yenidən alacağım Koreya məhsulları. Əvvəlcə yeni kəşf etdiyim məhsullardan birini göstərmək istəyirəm. Silimaxın 0,1% retinal şat kremi məsələlərimin yığılmağına çox qəşəng kömək elədi. Həqiqətən çox effektiv bir məhsuldur. Sadəcə bunu hal-hazırda istifadə edə bilməzsiniz. Havalar soyuduqdan sonra istifadə etməyə başlaya bilərsiniz, amma bunu mütləq saxlayın. Keyfiyyəti çox yaxşıdır. Məsləhət görürəm. Hal-hazırda sezonudur. Beauty of Joseon'dan günəş kremi çox yüngül, quru dərilər üçün həm nəmləndirməsi olan, həm də qoruması güclü olan bir günəş kremi axtarırsınızsa mütləq baxın. Bu mənim ikinci flakonumdur. Keyfiyyətini çox bəyənirəm. Enfrom markasından Rice Toner. Bunu yeni almama baxmayaraq çox istifadə eləmişəm. Həm səhər rutinimdə, həm axşam rutinimdə istifadə edirəm. Üzü çox yaxşı nəmləndirir, rəng tonu bərabərləşdirir, eyni zamanda üzə çox yaxşı parlaqlıq verir. Bitən kimi yeni alacağım məhsullar sırasındadır. Cosrx'dən ilbis şəs tərkibli həm essens, həm krem. İkisi bir arada çox yaxşı işləyir. Bu iki məhsulun ikisi də həm mənim, həm anamın favori məhsullarından biridir. Belə deyim, çox məhsul bəyənən deyil, amma bu ikisini çox bəyənir effektini. Dəriyə çox qəşəng yumşaqlıq verir, parlaqlıq verir, bərpa eləyir və bütün dər tiplərinin istifadə edə biləcəyi məhsullardır. Beauty of Joseon'dan tərkibində həm retinal, həm də ginseng olan bu cüd ətrafı krem mükəmməldir. Cüd ətrafındakı milyalara, qırışa, qaralığa çox yaxşı kömək edən məhsullardan biridir, amma istifadə qaydasına fikir vermək lazımdır. Mən məsləhət görərəm ki, axşam rutinlərinizdə istifadə edəsiniz və bunu vurduqdan sonra üstündən adi bir nəmləndirici krem yenə istifadə edəsiniz. Keyfiyyəti mükəmməldir. Bitən kimi yenidən alacağım məhsullar sırasında.